Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Aybəniz Həşimova anası ilə bağlı paylaşım edib. Xəbər verilir ki, müğənni anasının doğum günü olduğunu yazaraq bunları vurğulayıb. Anamın 5-ci övladıyam, amma taleyim elə yazıldı ki, təkcə övlad olmadım, dost oldum, qardaş oldum, sirdaş oldum, bəzən ata oldum, bəzən də ana. Bu missiyanın adını bilmirəm, amma illər keçdikcə anladım ki, bu çox ağır məsuliyyətli və çətindir. Mənim uşaqlığım olmadı. Uşaq yaşımda böyüdüm, vaxtından tez yaşlandım. Çünki qayğı ilə böyüyən insan uşaq qala bilmir. Yenə də şükür edirəm. Şükür edirəm ki, anama, atama, ailəmə dayaq oldum. Bugün də eləyəm. Və heç vaxt, kaş başqa cür olardı demədim. Əksinə, yaxşı ki, belə böyüdüm. Bugün alnım açıq deyə bilərəm. Mən yaxşı övlad, yaxşı qardaş oldum ata-anama. Çünki yaxşı qardaş ailənin dayağı olar. Mən belə böyüdüm. Baxmayaraq ki, qız övladı idim.